Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Demək, Mehtabanın düz mərkəzində məktəblərə, marketlərə, marşrutlara, bağçalara, demək, yaxın ərazidə bir bina evimiz satışa çıxıb. Demək, bina mənzilimiz 5 mərtəbəli binanın 1-ci mərtəbəsidir. Gördüyünüz kimi evin təmiri normal qaydasında, özdə dəyərindən çox ucuz verilir, hörmətli izləyicilər. Yəni, belə bir qiymət şəxsən Mehtabadda, yəni bina evidir, belə həyətidir, belə bir, həm də həyəti var. İndi onun ətrafı sizə məlumatda göstərəcəm, çəkdə göstərəcəm. Mən girən kimi sağ tərəfdə burada geniş bir yataq otağıdır. Demək, həm də bina evi balkon tərəfdən artırılıb. Söylə, əlavə də burada bir dənə buranın laminəti yoxdur. Amma evin təmiri qaydasındadır. Bax, buradan artırılıb. Arxası da bir yaşıllıq olan bir əraziyə baxır. Gördüyünüz kimi, ev skvaznyok evdir. Açırsan, havalanmaya uyğundur. Yeri də gözəl yerdədir. Bax, burada da görürsünüz, basırsan təmiz havası, gözəl havası, yaşıllığı. Yəni, həm də mərkəz hissədir, yeri də önəmlidir. Bu qiymətə şəxsən, yəni bir dəqiqə bina evi satılmır. Yəni, həqiqətən dəyərindən çox ucuz bilir. Həm həyəti var, həm də əlavə qaraj kimi istifadə elə, obyekt kimi istifadə elə, nə istəyirsən istifadə elə bilərsiniz. Demək, burada bir də qonaq otağıdır. Gördüyünüz kimi qonaq otağı da burada genişliyi. Demək, qonaq otağının da birbaşa, burada bir yataq var, yataq otağı. Burada da bir dənə belə bir yataq otağı da. Ofşi 100 neçə kvadratdır, təxmin edirəm, 100-dən biraz çoxdur. Bir dənə buranın laminəti qalıb. Amma boylar zadı qaydasında, yuxarı tavanlar hamısı təmiri vəziyyətdədir. Gördüyünüz kimi evin bütün şəraiti zadı yaxşıdır. Demək, döşəməsi giriş hissədən istipoldur. Hamamı istipoldur. Hamam da ağ kapet metallardan yığılıb, yuxarı asma tavandan yığılıb. Görürsünüz. Buradan da mətbəxə keçirik. Mətbəx də gördüyünüz kimi istipol. Mətbəx mebelləri bütün evlərdə olduğu kimi evin üstündə qalır. Ev demək olar əşyalı satılır. Qiyməti də özü münasib. Özü bu evi biz bir dəfə çəkmişik. Yenə də indi çəkirik, dəzən endirməli. Buradan da arxaya keçəndə burada da bir belə balkondan artırma verilib. Ev sahibi döşəməsi bax belə. Qranit mərmər kimdən istifadə olunub. Həm kombisi, həm piknikası hamısı hazır vəziyyətdədir. Gördüyünüz kimi hər şey qaydasındadır. Və buradan keçiririk həyət yanı sahəsinə. Burada bir əl damıdır. Nə istəsiz artıq əşyaları, balonları da yığmaq üçün belə bir ev sahibi, belə bir şərait yaradıb. Buradan da keçirik birbaşa. Həm buranın obyekt kimi istifadə edir, həm də qaraj kimi hazır yerindədir. Gördüyünüz kimi buranın da bir qəşəng geniş bir qarajı. Ya istəyirsən çevir obyekt ilə. Nə istəsiz eləyə bilərsən. Ən uyğun, baxın baba yuxarılar zaten hamısı örtülü, istəyirsiniz burada yaş kimi istifadə edin, nə istifadə eləyə bilərsiniz. İnan ki, dəyərindən çox ucuz verilir. Bu qiymətə şəxsən bina evi yoxdur, hörmətli izləyicilər. Gördüyünüz kimi hamısının qaydasında sizə çəkişdə göstərdim. Həyətində ayrıca bax belə bir sanitar qovşağı da var. Qoy oranı da belə çəkim, görəsiniz. Burada sanitar qovşağıdır. Demək, qarajı da qapısı pultdan idarə olunur. Baxın, görürsünüz, pultdan da əlavə idarə olunur. Düz yola da yaxındır, marşrutları düz Mehtabadın mərkəzində, gözəl bir yerində yerləşir. Pultdan da idarə olunan bir qaraj hissəsidir. Gəl, heç həyətdə saxlanma, birbaşa maşın daxil elə həyətə, oradan da gir evə. Yəni, birbaşa heç çöldə saxlamaya ehtiyac yoxdur. Həm həyət evi kimi istifadə olunur, həm bina evi kimi istifadə edə bilərsiniz. Yəni, fərq eləmir. Hörmətli izləyicilər, gördüyünüz kimi bütün ətraflı məlumatlarını sizə təqdimatda göstərdim. Kimlərsə evini satmaq istəyirsə 055-389-3808 nömrəsinə əlaqə saxlayın, evlərin satılmağına köməklik göstərə bilərik. Demək, sosial əmlakda, TikTokda, Instagramda, YouTube'da, burada bizim səhifələrimizdə evlərimizi, çəkdiyimiz evlərimizi paylaşa bilərsiniz. Evlər hamısı kodlaşdırıb, kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər. Demək, yenə qeyd edirəm, evin kupçası var, çıxarışı var. Demək, 3 otaqlı binadır. Binanın 3 otaqlı mənzilli bina, mənzilli 5 mərtəbənin 1-ci mərtəbəsidir, həyəti də var. Təmirdə normal qaydasında yüngülvari, kosmetik xərci o ihtiyac olsa, yəni çox xərci yoxdur. Sona qədər izlədiyinizə təşəkkür edirik, hörmətli izləyicilər. Bax, bu yenə qeyd edirəm, bu ev əvvəl 120 minə vermişdi, 18 min endirildi, 102 min təzdən start qiymət kimi nəzərdə qoyuldu. 102 minə gəlib yenə nə endirmə olsa birbaşa ev sahibi ilə danışacaqsınız, son sözü də ev sahibi deyəcək, hörmətli izləyicilər. Sona qədər izlədiyinizə təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin, Allah alana da xeyir versin, Allah satana da. Amin.